Hər vaxtınız uğurlu olsun. Hər vaxt. Əslində vaxtımız kısıtlıdır. Gəldim bəyi salamlayam. 2 dəqiqədən bir sizin canlını atırlar mənə direktə. Gəl bu canlıya bax ki, səni imana gətirəcəklər. Qardaş, biz imana gətirmirik, yəni, estağfurullah. Biz bildiyimiz məlumatı paylaşırıq. Amma imana gətirmək Allahın işidir, qardaş. Biz o işə qarışmırıq. Bildiyiniz məlumatı paylaşırsınızsa, dolayısıyla bildiyiniz məlumat çox etibarlı olsa, istər-istəməz, yəni sizə tərəf meyl eləyə bilərəm, düzdürmü? Sən iman axtarırsan? Mən çox şey axtarıram, tək imam axtarmıram. Məsələn, 07 sürürəm, başqa bir maşın axtarıram. İstəyirəm bir dənə avtomat korobka olan bir dənə qəşəng maşın sürəm. Bu belə. Həm din cəhətdən də ola bilər. İstəyirəm savadımı artıram. Yəni sizi qədər savadlı olmaya bilərəm. Sadəcə ilk dəfə sizin canlınıza qoşdum. Özüm indi canlı yayım açacağam. Prosta dedim sizinlə tanışlıq eləyim və siz heç vaxt TikTokda PK oynamırsınız, hə bəy? Mən oyun oynamıram, qardaş. Oyun oynamazsınız, amma belə gələcəkdə sizdən xahiş eləsəm ki, sizinlə məsələn gələk yan-yanaşı ikimiz olaq, başa düşdünüz? Təkbətək bir dənə qəşəng söhbət eləyək. Elə də söhbət, burada sənin mane olmaz. Burada mən sərf eləmir də. Burada mən paylaşa biləcəm bax onu. Hə, mənlə danışır. Mən paylaşıram, sən götürüb paylaş eləyərsən, verərəm sənə. Danış da, nə danışırsan? Nə danışırsan, nə soruşmaq istəyirsən, öyrənmək istəyirsən, yoxsa debat eləmək istəyirsən? Yox, qısa bir-iki sualımı verib gedəcəm. Bax, Homo sapiens mənəm abi. Sən. Homo sapienslərin ən axırıncısı mənəm. Doğru. Demək istəyirəm ki, bax, siz yəqin ki, İslam dininə sitayiş edirsiniz. Biz İslam dinini yaşayırıq, sitayiş Allaha eləyirik. Yaxşı isə, okey, hörmət edirik. Demək istəyirəm ki, bax qardaş, mən siz üçün yəni, canlıya qoşulan ixtiyari bir qonaq deyiləm. Bunu yəni etiraf eləmək lazımdır. İkinci olaraq da demək istəyirəm ki, qısa və net danışıram, nağıl danışıb nə vaxt... Sən necə ixtiyari qonaq deyiləm? Hə, yəni... İzah edirəm. Yəni, mənim canlıma minlərlə adam gəlir. Uzun uzadı danışır oradan-buradan. Mövzu haqqında qısa danışıb sual vermək qabiliyyəti zəif olan insanlar var. Və mən onlardan deyiləm, lənəti gəlsin, qısa formada danışıram ki, bax, əgər siz İslam dinini ümumiyyətlə yaşayırsınızsa, dini yaşayırsınızsa, demək istəyirəm ki, bax, deyir ki, məsələn, kaş ki, siz mənim yanımda olarınız, lənətə gəlsin, yəni canlıdayıq, ikimiz belə təşbih olardı, bax, Nuhun deyir gəmisi olub da, bu, yəni Quranda bu Hud surəsi 40-dan başlayan və yaxud nə bilim, Hud surəsində ümumiyyətlə Nuhdan danışılır, Nuhun gəmisi. Nuh heyvanlardan hərəsindən bir götürür gəmiyə və yaxud da ki, bir-iki yaxının götürür, kimlərisə götürür və dünyanı sel basır, sular altında qalır, daha sonra su çəkilir falan filan. Qısa formada danışıram. Bax, dünyada hal-hazırda müasir araşdırmalara əsasən 8 milyondan artıq canlı növü müəyyən edilir. Və indiyə kimi elə bir texnika ola bilməz. Sözümü kəsdiyinizə görə təşəkkür edirəm, carpe diem, imkan ver. Üzr istəyirəm, mən bir dəqiqə danışıb gedəcəm. Bax, dünyada 8 milyondan artıq canlı növü müəyyən edilirsə və indiyə kimi elə bir gəmi olmayıb, hətta 1912-ci il aprelin 15-də batan Titanic gəmisi belə o qədər canlını yəni içində bulundurmağa, yəni onu pozvaliyyət eləmirdi də, lənətə gəlsin, danışa da bilmirəm, biraz savadsızam. Bir dənə bunu mən açıqlayayım, mən gedim, növbəti formada gəlib ətraflı suyla danışacağım. İndi vaxtım çox arıyor. Nuhun tufanı bütün aləmi, dünyanı basmayıb. Nuhun tufanı bir məntəqə, yəni məntəqə ərazisidir, məntəqədə olubdur. O məntəqədəki heyvanları götürübdür. Bütün dünyadakı heyvanları götürməyib. Harada yazılıb o məntəqədəki heyvanlar? Təfsirlərdə. Nuhun tufanı... Allahın göndərdiyi bir kitabı. Qulaq as. Sən belə təsadüf adam deyilsən, mən də təsadüf adam deyiləm də. Biraz yəni rahat danış da, yaxşı belə emosiya zat mən xoşlanmıram. Rahat danış. Sən Nuhun gəmisi, Nuhun yəni tufanı bir müəyyən bölgədə olub, bütün dünyanı əhatə eləməyib. Bu müfəssirlərin əksəriyyətinin sözüdür. Bu qədər. İndi mən də sizə cavab verirəm ki, heç dayanmadan, avtomatik formada. Niyə görə Allah tərəfindən, Allah sonsuz və əzim qüdrət sahibidirsə, niyə görə Allahın göndərdiyi bir kitabın təfsirə ehtiyacı olsun? Məsələn deyirəm, mənim canlıma elə bir savadsız adam gəlir ki, elə formada danışır ki, mən onu başa düşmürəm. Mənim canlıda mühafizəçilərim var da, yəni belə yarı zarafat. Başa düşdüm, yəni. Sən harda
Quranda, yəni harda görmüsən ki, Nuhun tufanında bütün dünyanı su bastı deyir. Nuhun bütün dünyaya su bastı harda deyir? Ha. Bunu tək Qurani-Kərim yox. Yox, mən Mən bunu demirsən bir ki, çox Qurani-Kərimdə, kitablardan, Qurani-Kərim, mən sənə mənbələrdən. deyirəm ki, Qurani-Kərim təfsir yəni izahı deməkdir. Qurani-Kərimdə ümumiyyətlə haranı bastı, necə bastı yoxdur. Sən harda görmüsən ki, Qurani-Kərimdə bütün yəni dünyanı su bastı Nuhun tufanında. Harda yazılı bu? Yəni siz bu söhbəti eləməklə dolayısıyla Nuhun gəmisini qısıtlamış olursunuz. Yox, mən qısıtlamamışam. Sən demirsən ki, Quranın təfsirə ehtiyacı yoxdur. Mən də deyirəm ki, zaten Quranda Nuhun gəmisi bütün dünyanı, Nuhun tufanı bütün dünyanı bastı, belə bir şey yoxdur Quranda. Bax yaxşı, onda belə deyək də. Niyə görə müəyyən bir məntəqəni su bassın da? Burada məna nədir? Müəyyən məntəqəni su da basa bilər, ildırım da çaxa bilər, tufan da gələ bilər. Niyə basmasın ki? Çox mənasızdır, elə deyilmi? Yox, məna nədir yəni? Necə mənasızdır? Məntiqsiz demək istəyirsən? Mənası var da. Bir məntəqəni su bastı. Bu mənalıdır da. İfadəni başa düşürsən yoxsa yox? Məntiqsiz demək istəyirsən? Məntiq mənasız deyirəm. Siz onu xırdalamaq deyil. Yox, mənasız ayrı şeydir, məntiqsiz ayrı. Mənası var. Hikməti nədir? Hikməti mənasızla məntiqsizin fərqini izah edeyim sənə. Mənasız dedikdə adətən yəni hikməti olmayan, aydındır, hikməti var. Yəni günah elədilər, cəza gəldi. Bu qədər. Yəni bu başa düşmək çətindir ki, məntiqsiz olmaq isə bilirsən nə deməkdir? Müəyyən bir məntiqi müqəddimələr qoyursan, sonra nəticəyə çıxırsan. Əgər bu məntiqi müqəddimələr ya nəticəyə bərabərdirsə və ya müqəddimələr bir-birinə bərabərdirsə və ya bu müqəddimə arasında ziddiyyət varsa, onda olur məntiqsiz. İndi harda? Hörmətli müəllim, sizin adınızı bilmirəm. Zəhmət olmasa mən adınızı təqdim eləyin, qısa formada bir dənə də sual Adım verim. Məmməd Nağı. Məmməd Nağı müəllim. Bax siz çox gözəl bir insana oxşuyursunuz. Sizə hörmətimiz var. Deyiləm, gözəl insan deyiləm. Okey, mən şəxsi fikrimi deyirəm, mənim maraqlı deyilsin. Ha. Yəni mən öz gördüyüm qədərilə deyirəm ki, siz çox yaxşı bir insana oxşayırsınız. İnşallah. Və qəşəng də izah verib məni bacarırsınız. Sizə deyirəm ki, ateist ölkələr, məsələn, Norveç, İsveç, Danimarka, Çin olsun, digər ölkələr olsun, bunu elmi statistikalar, elmi araşdırmalar müəyyən eləyib ki, ateist ölkələr dinlə bağlı olan ölkələrə baxanda daha xoşbəxt bir həyat yaşayırlar. Necə? Soruşacaqsınız və izah eləyirəm. Çünki onlar hər hansısa bir şeydən, yəni çəkinmək, qorxu altında yaşamırlar, fikirləşmirlər ki, filan şey mən eləməyim, cəhənnəmlə birdən Statistika müjdələnərəm. mənbəsini verə Sözümü bilərsən? kəsdiyinizə görə təşəkkür edirəm. Bitirim də qısa danışım. Mən çox qısa danışıram, amma mən görürəm burada Talih var, Kaşqiniyen var, Ziyaəddin Bu var. saatda saat baş verimiz idi, qısa danış. Hə. Qoy cavandır. Rauf danış çıxdım, danış. Etiraf edeyim ki, mən gələndən sonra canlı bura qalxıb da, bax qısa danışıb gedirəm, Bəlkə özüm də ikimiz canlı canlı açmalıyam. qaldırmaq istəyir ki. Danış qardaş, danış, sözün dinlə. Yox da, yəni gəlin düz danışın. Sizin sözünüzün canlı qalxması, Mətinən. sizin sözlərinizin böyük bir kütləyə çatmasında, yəni belə meyar Hocam, olur. Demək istəyirəm ki, bax, ateist ölkə deyirəm ki, hər hansısa bir qorxu altında cənnət və yaxud da cəhənnəmlə müjdələnməyi fikirləşməyən insanlar var ateist ölkələrdə. Həyatı dolu-dolu yaşayırlar. Onlar fikirləşirlər ki, biz həyata bir dəfə gəlmişik və bu həyatı dolu-dolu yaşayaq. Ürəyimiz nə istəyirsə, yaxşı şeylər eləyək. Növbəti olaraq da demək istəyirəm ki, ateizm deyəndə, ateizm sözü Sualdır yoxsa xütbə versən bizə? Xahiş edirəm də suala Yox, keçdi. qısa danışım. Ateizm sözü qədim Yunan sözündən götürülüb, ateos deməkdir. Yəni təbiətin hər hansısa fövqəltəbii varlıq və yaxud da metafizik substansiya tərəfindən yaradılmadığına inanan bir dini cəryan kimi gedir və yaxud da nə bilim bir cəryan kimi gedir də ümumiyyətlə belə deyil. Və demək istəyirəm ki, Rauf, istəyirsən sən də mırtdım qoyum canlıya qardaş. Tez keç mövzuya da qardaş. Keç mövzuya, sual ver. mövzuya keçirəm ki, Hə. bax yəni sizdə ateist ölkələr nəyə görə dini müdafiə edən ölkələrdən daha xoşbəxt və firavan yaşayırlar? Tamam. İndi sən sualı mən razılaşdım. Dedin ki, statistika bunu göstərir. 1. Hansı statistika? Mənbəni paylaş. 2. Yəni dediyin ölkələr intihar sayına görə öndə olan ölkələrdəndir. 2. Buyur, indi cavab ver.
Cavab verirəm. Bir dənə üzr istəyirəm. Bax, olduğu yerdən cavab verəcəm. Amma mən çox yəni diqqətli və adekvat şəkildə sizə qulaq asıram. Sizin kommentinizdə yazan sizin tərəfdarlarınızdan bəziləri öz tərbiyələrini nümayiş elətdirir. Qısa və mədəni formada deyirəm. Bax, yəni bu cürünə yazan adamlar mən yəni görməmişəm ki, indiyə kimi hansısa bir ateist durub kimisə nağlı ağır-ağır ifadələr işlətsin. Bu barbarizmin qısa formada izahıdır. Və növbəti olaraq da demək istəyirəm ki, deyirsiniz, siz mənə sual verirsiniz, mən həmin yerdən də cavab vermək istəyirəm ki, bax, din qadınların hüquqlarını müəyyən səviyyədə qısıtlayır. Bax. Tamam, bir dənə bax ekrana. Bax ekrana. Xəritə görürəm onu. Xəritədə bu qırmızı rəng ən çox intihar olunan ölkələrdir. Aydındır? Açıq Okey də rəng. intihar Qulaq olunan as, deyirsiz açıq ölkələr rəng, açıq rəng, qulaq as. Açıq rəng ən az intihar olunan ölkələrdir. Bax, müsəlman ölkələrinə bax, açıq rəngdədir. Aydındır? Sən dediyin Hörmətli ölkələrsə, növbə zamanı sən səhifəsini dediyin ölkələrsə, bunlar ən çox intihar edən adamlardır. Yaxşı, bunlar belə xoşbəxtdirlərsə, niyə bu qədər intihar sayı çoxdur orada? Okey, qaldığı yerdən davam edirəm. Bax, niyə görə qadın hüquqları qısıtlanır dində? Məsələn, necə deyim? Deyir, məsəl üçün, qadın sizin tarlanızdır və yaxud da ki, qadınlar, Qadın kişilər sizin belədir. tarlanız nə deməkdir? Sözümü kəsməyin də, bax, fikrimi tamamlamağa Bir qoymursunuz. danış da qardaş. Və öz tərəfdarlarınız da... 15 dənə şey demə də, bir danış. Sən Mən qardaş burada təkəm. Bu aslında mən yəni danışıram. Yox, qısa mən xoşlamıram. Heç çoxlu sözlər. Gəl bir dənə söz dedin, İslam qadın hüquqları pozulur və qadın sizin tarlanızdır. Dayan, bunu danışan sonra keç o birisinə də. Mən hamısını Mən o qədər vaxtım yoxdur. Mən qısa bir dənə vaxtın yoxdur qardaş, get vaxtın onda gəl. İndi vaxtın yoxdur deyə mən səninlə keyfiyyətli söhbət eləsə deyirəm ki. Normal keyfiyyətli söhbət eləmək istəmirsiniz? Hə, ona görə bir də keyfiyyətli söhbət bizə nə olur? Bir söz deyirsən, bir dənə misal gətirirsən, ona cavab verilir, sonra davam edirik. Aydındır? İndi sənə sual verirəm. Qadınlar sizin tarlanızdır deyəndə hansı hüquq şey olur, qısıtlanır? Onu yazandan soruşkinən də. Başa düşürsən mənə görə. Sən bəs deyirsən, sən dəlil gəl. Bizə görə o şey deyil. Mən deyirəm, o bilirsən nədir? O qadınlar sizin tarlanızdır, bilirsən nə deməkdir? Sual verirsiniz ki, bəy, hansı hüquq qısıtlanır? Qulaq as. Qadınlar sizin tarlanızdır ayəsini dedikdə hansı, nə başa düşürsən və hansı hüquqlar qısıtlanır? Okey də bildim də, mən ona cavab vermək istəyirəm, təkrar elədiniz. Bu qədər vaxt niyə itirək ki? Deyirəm ki, bax, mən deyirəm ki, qadınlar, xanımlar bizim baş tacımızdır. Mən deyirəm ki, kişi və qadın hüquqları müəyyən səviyyədə pərdəni gözləmək şərti ilə bərabər olmalıdır. Necə? Yəni mən sabah evlənib ailə qursam 26 yaşın içindəyəm. Ayədən danış qardaş, sən uşaqsan, evlilikdən danışma da qardaş. Sən balaca uşaqsan. 26 yaşında uşaq olur, bəy. Uşaq evlənəndə evlilikdən danışarsan da. Mənim oğlum. Sözümü niyə kəsirsiniz? Mən süper mədəni. Qadınlar sizin tarlanızdır ayəsini necə başa düşürsən və orada hansı hüquqlar pozulur? Dinən. Mən düşünürəm ki, qadınlar sizin tarlanızdır deyirsə, qadına tarla kimi yanaşmaq nə qədər yəni ağla batandır. Qardaş, mən bir dəqiqə gətirib imkan vermirsiniz danışmağa. Mən o təsbiyə zalı belə götürmə də, rahatlaş. İndi mən də gətirəcəm belə Kalaşnikov tutacaq əlimdə. Ehtiyatlı ol. Mən deyirəm ki, bəy, bax, qısa formada deyirəm ki, bax, qadına niyə görə də metafora deyilən bir şey var ədəbiyyatda. Metafora bənzətmə deməkdir. Metafora bənzətmə deməkdir. Və niyə görə qadınlara biz tarlaya bənzədik? Qadın daha yaxşı bir şey. Bravo. Qulaq as qadama. İmkan vermirsə danışmağa. Mən böyüyəm səndən. Mən səndən böyüyəm. Mən sən Aleksandr, mane olmayın qardaş. Salam aleykum. Aleyküm salam. Sakit olun qardaş. Asim müəllim, üzr istəyirəm, danışın, olar sonra mən danışım. Çox xahiş edirəm. Buyurun danışın. Yox qardaş, ancaq özüm danışacağam bundan. Baş üstə, yaxşı danışın. Başqa adam danışsa çıxacağam canımdan. Bax, qulaq as. Qadınlar sizin tarlanız ayəsində. Qorxma. Nisaukum harsul lakum fatu Gələrsən harsakum canıma. enne şi'tum. Allah deyir ki, qadınlar sizin tarlanıza istənilən formada yaxınlaşın. Burada bizə nədən söhbət gedir əzizim? Burada Allah gözəl formada insanlara gecə həyatı ədəbini öyrədir. Deyir ki, qadınlar sizin tarlanız, yəni övlad əkin. Aydındır? Kişi övladı əkir, alət kişidədir. Qadında isə bitir. Aydındır? Və deyir ki, onlara o övlad bitən yerdən gəlin, başqa yerdən yaxınlaşmayın. Aydındır? Və Bax, yaxşı. yəni qulaq as da. Qulaq as. Əmi danışır. Və sən əmi yaşındayım. Buyurun əmi. Hə. Qadınlara, yəni o mundar yerdən yaxınlaşmayın, olmaz belə. Haqlarına girməkdir, öndən yaxınlaşın. Ona görə də mən cavansan. Sözümü kəsmə. İkincisi, istənilən formada bunu eləyin, yəni.
azad formada. Bildin? İndi ona görə uşaqsan, evlənəndə inşallah, yəni o ayədən faydalanarsan. Okey, razılaşıram sizinlə. Yaxşı, belə deyək. Siz mənə deyirsiniz ki, uşağam. Okey. Talaq 4-də deyir ki, hez görməyən qadınların gözləmə müddəti 3 aydır. Qısa danışıram. Müdaxilə eləməyin. 20-30 saniyə danışım heç olmasa. Qurban olaram sizə. Hörmətli əmi. Yaxşı, əmi də dedim sizə. Və deyirəm ki, bax, deyir ki, hez görməyən qadınların gözləmə müddəti 3 aydır. Ondan sonra onların evliliyinə icazə verilir. Qayıdıb sual verə bilərsiniz ki, elə qadın var ki, 40 yaşı var, hez görməyib. Orada istisna yaza bilərdi də. Yəni Allah tərəfindən göndərilən bir kitab o qədər mükəmməl yazılmalıdır ki, mən və mənim kimi insanlar, yəni çıxıb bu qədər rahat danışa bilməyim də. Yəni utanaram ki, mən öz abrımdan, həyamdan. Sözümü kəsdiyinizə görə təşəkkür. 30 saniyə olsun da, qurban olun sizə. 30 saniyə. Mənim cavabım 10 saniyə olur. Sənin sualın 5 dəqiqə olur. Yox, söz kəsmirəm. Sualın qısa olmalıdır ki. Niyə qoymursunuz danışmağa bəy mən? Qurban olum sizə. İcazə verin, mən çıxadım. Sən bu 2 dənə mövzuda səhv elədi və etiraf elə, ondan sonra keçək 3-cüyə. Bildiyimi mən fikrimi yekunlaşdırmamışsınız, mən müdaxilə eləməyim. Elə yox. Pillə gedək. Birinci, xoşbəxtlik məsələsində etiraf elə ki, səhv eləmisən. İkincisi, tarla məsələsini səhv başa düşdü və etiraf elə, keçək bu 3-cüyə. Qardaş, siz mən borclu çıxa bilmərsiniz. Mənim fikrimi axıra kimi yekunlaşdırmağa qoymursunuz. Elə bilsən necədir? Sən 15 dənə sual verəcəksən, heç birində də öz səhvi etiraf eləməyəcəksən. Bu ədalətli deyil axı. Səhvi etiraf elədin. Bax, kommentlərdə yazılar ki, qoymursunuz danışmağa. Bax, deyirəm ki, bax. Kommentə baxma, ancaq sənin o gözəl açıqlarına baxıram. Bəlkə mən cümlənin əvvəlində nəsə səhv danışıram. Yox, bu 3 dənə sual verdin. Nuh barəsində sual verdin. Çin barəsində sual verdin. Çin deyəndə o dövlətlər, xoşbəxtlər o barədə sual verdin. Üçüncüsü də mən sizə cavablar verdim. Özü arqumentlərlə, dəlillərlə verdim. Üçüncüsü də ki, tarla məsələsini izah elədim. Burada etiraf elə ki, burada demirəm, etiraf elə ki, səhvsən. Deyirəm ki, mən burada tam başa düşməmişdim, gedib araşdıracağam, sonra keçək 4-cüyə. Bax, yaxşı, mən danışıram da. Qurban bir dəqiqə mən sözü. Mən bilim ki, sənin danışılan fayda var da. Boyunduva almaq nədir? Ağırdır ki, sənə. Bəs mərd oğlan deyilsən, cavan oğlan. Mən görüm ki, danışdığım tərəf müqabili. Mərd oğlan bu lənətə gəlmiş, lənət olunmuş mərd oğlan bir danışsın, qutarsın bir dəqiqə. 3 dənə, qardaş, 15 dənə məsələni danışmayacaq da. 4 dənə məsələ, sən axırıncı suala icazə verəcəm. Çünki sən mənim izləyicilərimdən ancaq birisən, yəni. Aydındır, mən sənin qədər... Mən sizin izləyiciniz deyiləm. Mənim canlıma qalxanlardan birisən. Mənim üçün fərqi yoxdur. Sənin papağın var, 15 min izləyicin var, mənim fərqi yoxdur. Sən 3 dənə sual verdin. Nə əlaqədə? Yəni 3 dənə sual verdin. Sizin kimi hörmətli bir adam niyə görə mən papaq deyəcəm? 3 dənə ilişmirəm. Məndən fərqi yoxdur da, yəni fərqli deyil. 3 dənə sual verdin, 3 dənə suala cavab verdim. Sən etiraf eləyirsən, görüm ki, ədalətli tərəf müqabilisən, söhbət müqabili. Sənə söhbət etməyə dəyər. Hidayət axtaran adam, mən görüm ki, bu doğrudan yalan danışmır. Belə mənim vaxtımı almağa gəlməyibdi. 3 dənə suala mən sənə cavab verdim. Sən etiraf edirsənmi ki, sən yaxşı araşdırmamısan bu mövzuları? Sonra keçək 4-cüyə. Etiraf elə də, görüm ki... Mən ağzımı açıb danışmadım ya bayaqdan. Siz donursunuz bəlkə. Təsim aydın gəlir. Qardaş, yəni sən əgər səmmisənsə, bu 3 mövzuda mənim verdiyim cavablara görə sən bildir ki, sən etiraf elə ki, sən düz başa düşməmişdin. Sonra keçək 4-cüyə. Siz fikirləşirsiniz ki, hələ də başa düşmürsünüz ki, sözümü kəsməyiniz sizi bu söhbətdə doğru hesab eləməyəcək. Sən bütün Quranın ayələrini oxuyacaqsan, bu olacaq söz. 3 dənə ayrı mövzudan danışmısan, 3 dənə ayrı mövzudan danışmısan. 3 dənə bu söz deyil. Sən 3 dənə sual vermisən, 3 dənə cavab vermişəm. Bu 3 dənə sual verdiyin cavablarda xəta, yəni cavablardan sonra xəta elədiyi ya da düzgün araşdırmadığı etiraf elə, keçək növbətiyə. Bu sual, mən bilməm söz nədir. Mən hər cür borclu çıxardan adam görmüşdüm. Yəni aliment istəyən falan digər bir şeylər. Amma yəni indiyə kimi sizi qədər mənə borclu çıxardan olmamış. Borclu çıxartma. Sən bax 26 yaşın var, 26 yaşın var. Bugün TikTok var, burada allı qollu danışarsan, sabah TikTok itər. Bu xasiyyətlə qabağa gedə bilməzsən əzizim. Başa düşdün? Bu xasiyyət insanları çirgidə bilər. Mən onun üçün əmək görüb sənə nəsihət edirəm və doğrudan da dediyimdə səmmiyəm. Ona görə sən əgər söhbət edirsənsə bir insanla da, ola bilər sən öyrəşmirsən hansı bambullarla söhbət edib bu cür əyləndirməyə cəmaatı. Mən burada ciddi canlı açmışam, aydındır. Arkadaş, mən burada gülürəm, nəsə deyirəm, sual vermək istəyirəm, mövzu 3 dənə yarımçıq pişmiş sözlər atdın.
Və bu 3 dənə yarımçıq pişmiş sözlərdən mən sənə cavablar verdim. Sən 4-cüyə keçirsən. 4-cü tamam ayrı mövzuya keçirsən. Ha, niyə Burada deyirsən qoymursunuz ki, mənə danışmağa? hə, Ben qulaq ne as. olsun canlımız Yox, 3 dənə mövzuda etiraf elə ki, səhv eləmişdim, keçək 4-cüyə. Ha, mən səhv eləməmişəm. Harda səhv elədim? Göstərin bizə, sübut edin. Buyurun. Dedin ki, Nuhun tufanı bütün dünyanı basıbdı. Mən dedim ki, Quranda onu göstər. Aç göstər. Qardaş, mən bir söz nə dedim? Deyirəm ki, yaxşı, 8 milyondan çox canlı növü var. Deyirlər ki, Nuh hər canlıdan bir cüt götürüb. Yox, 8 əgər- milyondan çox. yox. Sözümü kəsmir. Qulaq as. Qulaq as. Ben indi qabağındakı uşaq deyil. Deyirəm ki, Ay 8 kişi, milyondan çox növü olan uşaqsan heyvanı da, bir sən cəmiyyət edə qabağındakı çıxdırır. məndən 20 yaş balaca uşaqdır, bəli. Ona heç nə adiyyatı yoxdur. Onda Var. leytenant Biz polkovniklər var ki, qardaş qulaq as. Biz böyük kiçik görüb gəlmişik. Mən özümdən 20 yaşın qabağında, adamın qabağında belə danışmıram. Aydındır? adam var 50 yaşı var, serjantdır. O adamla 24 görüb yaşında tanışarsan. leytenanta test Mənim verir. övladlarım səninlə yaşlıdır, mən siz deyə müraciət edir, eşitdin? Heç bir əlaqəsi yoxdur. Var. Ədəb öyrən sonra danış. Yaxşı. Mən sizə siz deyirəm. Yaxşı, hörmətli Onda bəy, yavaş hörmətli yavaş. əmi. Onda yavaş yavaş. Sən Hörmətli əmi. mən əgər sənə izah edirəm, deyirəm ki, Nuh məsələn və doğrudan da bunu ciddi və pozitiv götür bu iradı. Belə olmaz özündən böyüklərlə belə danışmaq. Bu yaxşı Okey, örnək yaxşı, deyil. iradımızı qəbul elədik. Bütün Ya dünya mən su sənə, basır. ya Deyirəm ki, mən əgər sən belə danışmağa davam eləsən, xətrə dəyməsin. Ya fikirləşəcəm ki, sən düzgün tərbiyə, yəni götürməmisən, ya da səndə nəsə tibbi problemlər var. okey, nə fikirləşirsiniz? Ha, Fikirləşin yox, umurumuzda deyil. Bir ha. dənə sualımıza cavab verin. Qardaş, mən dedim sənə, birinci sən iddia edirdin ki, Nuhun tufanı bütün dünyanı basıbdı, ona görə də 8 milyon örnək. Yaxşı belə mən sənə dedim deyirəm ki, ki, 8 milyondan çox yox, növü olan canlılar əgər bir cəmiyyətə qulaq as, sığdırılır. əgər bir məntəqəni basıbsa, orada 8 milyon heyvan olmasına ehtiyac yoxdur. Bir məntəqədə olsun 30 növ, 30 cins heyvan olur. Aydındır? Bu bir. Çox İkincisi- maraqsızdır, Hə, elə deyilmi? Tamam. Sənə maraqsızdır, kimə maraqsızdır? Bax qardaş. Yo. Böyük Alman Yo, filosofu. qulaq as. Maraqsız deyə bilməzsən. Deyə bilərsən hikmətsizdir, deyə bilərsən məntiqsizdir. İkisindən biri. Danışmağı qoymursun, mənə Yox, danışmağı qardaş, mən qoymursun. sənin dediyin ki, mən hər sözə fikir verən adamam. Sən mən də gəlib yəni belə dalbadal sözləri şeylə bilməyəcəksən, aydındır? Əgər sən maraqsız deyirsənsə, sənə maraqsız olması məsələni dəyişmir. Deyə bilərsən ki, hikmətsizdir, deyə bilərsən ki, məntiqsizdir. Hikmətsiz, hikməti var. Çünki orada bəla gəldi, heyvanların günahı yoxdur. O heyvanları götürdülər ki, həmin zonada o heyvanlar təzədən artsınlar. Bu iki, zaten nadir kitaba düşmüş heyvanları götürüb bəsləmək, saxlamaq bu normal bir praktikadır. Üçüncüsü, məntiqsiz dediyi iddia edirsənsə, müqəddimələri gətir və müqəddimələrin arasında, müqəddimənin ya nəticəyə zidd olmasını, müqəddimələrin ya bir-birinə zidd olmasını, ya nəticə bərabər olmasını, ya da müqəddimələrin bir-birinə zidd olmasını və ya müqəddimələrin təkrarlanmasını qoy, görüm ki, sən məntiq bilirsən nədir və məntiqsiz deyirsən. Bax, bir qısa formada bir söz deyib gedirəm, bəy, qulaq asın. Siz yenə deyirəm, çox yaxşı bir insansınız. Bax, çox sağ Yaxşı olun. insan Deyirəm deyiləm. ki, Mən yaxşı insan deyiləm. Qəti olaraq bax, yaxşı siz insan deyiləm. bayaq mən xəritə göstərdiniz. Burada intihar eləyən ölkələr falan ölkələrdir. Bax, mən biraz da süncanlığınızda qalsam, şəxsən şərəf və namusum andı istəyirəm ki, intihar eləyəcəm mən. Bilirsiniz niyə? Mənim indiyə kimi Mücahid belə çox çətin adamdır. Mən Mücahidlə də Mən çıxmışam tanımıram deyə Mücahid bax. qardaşım. Mücahidin də xətrini çox sevindi, tanıyarsınız. Tanımıram, Mücahid qardaş ürəyim partladı, qoy danışım da intihar eləyəcəm indi. Deyirəm ki, Mücahid çox savadlı dindar adamdır, eşidirsiniz və mən onunla belə danışanda bu qədər ürəyim partlamamışdı. Mən bu günləri ağzımı aça bilmədim, amma etiraf eləyin ki, canlımız 100 nəfər idi, qalxdı 600 nəfər. Mən indi düşürəm aşağı. I don't care. Düz bir dəfə gəlin təkbətək canlıya, hamımız bərabər hüquqlu olaq. Mən nə xahiş edirəm? Bax, tövbə zamanı. Mənim adım Raufizmdir. Rauf mənəm. Mən dərk eləsəz, Raufizmi də dərk eləyəcəksiniz. Siz mənə imkan vermirsiniz danışmağa deyənə. Mənim də vaxtım qısıtlıdır, lənətə gəlsin. Ürəyim partladı da, yəni Evet. sözü bu hörmətli insanlarla Ay, baş-başa ay, qoyub ay. gedirəm. Yekunlaşdırdı. Nakavt, gözlə yaxşı baba. Sağ ol. Hayır, Qoy getsin qardaş. Yo, tamam, üzr istəyirəm müəllim. Həm Rauf buradasa ona deyirəm başqalarına da Asim müəllim dini söhbətlər edən, dəvət edəndə mən ağzımda hələ soska əmirdim. Sən kimlə mübahisə edirsən? Qardaş, o belə şey lazımdır. O səndən belə danışırsa deməli xəta eləmişsən ki, belə danışır da. Yox, uşaqdır, yəni 20 yaş özündən böyük adama yəni belə necə danışacaq? Ya ağzına gələn danışır, 4 dənə sual verir, cavab verir, əsaslandıra bilmir. Ya adam kimi söhbət eləsin, ya da yəni qardaş mənim uşağım, yəni oğlum vallahi özündən böyük belə danışsa, bir dənə şillə qoyaram, yəni cırıq-cırıq olar. Səsi də mikrofondan çıxır, elə bir bütün səsi basıb evi. Uşaqdır, yəni böyüyü var, kiçiyi var qardaş, yəni. Gəlmisən, öyrənmək istəsən dinlə.
Yox, öyrənmək istəmirsənsə mənim vaxtım yoxdur. Mənim canlımız qalxacaq, mənim vecimədir. Kim istəyir qalır, kim istəyir qalmır yəni. Bu qədər yəni. Ya məşhur olmaq istəyirsən, insanın istifadə əxlaqı edir. olmalıdır. İnsanın əxlaqı olmalıdır. Yəni, mərd insan, mənim üçün yəni mərd insan mühümdür. Yəni qalxmısan sən, sual verdin, cavab aldın, denə ki, müəllim gedib araşdıraram. Etiraf elə. İkinci sual verdin, cavab verdim, gedib araşdıraram. Üçüncü sual verdin, cavab verdin, araşdıraram. Dördüncü cavab verim, araşdıraram. Hə, bu məsələ vaxt ayırıram. Amma sən gəlmirsən ki, mənə təklif verirsən ki, mənlə partiya edir ki, mən gəlmişəm, sənin canlın qalxacaq, ona görə mənə icazə ver, ağzıma gələni danışım, özümü necə istəyim aparım. Yox, qardaş, belə deyil. Belə olmayacaq. Bu qədər yəni. Hə, yəni Allah hidayət versin xalqımıza. Belə cavanların olması yəni pis göstəricidir.